Salam əziz Makro Çanqan izləyiciləri. Bugün CS55 üçün kontrol mərkəzini sizə göstərəcəm. Rahatçılıqla, yəni buradan girib, buradan maşına daxil olub, buradan nəyisə axtarmaq və yaxud YouTube axtarırsınız, gəldiniz ayarlarda Wi-Fi-yə qoşulmaq üçün buralara girməyinizə ehtiyac yoxdur. Ən qısa yol yuxarıdan gördüyünüz kimi. Buradan belə tutursunuz, aşağı çəkirsiniz. Bu sizin kontrol mərkəzinizdir. Gördüyünüz üzrə burada off var. Baxın, işığımız offa bastıq, işığımız söndü. Təzədən avtoya qoyduq. Avtoda bildiyiniz kimi gün olanda sönür. Qaranlıq hiss eləyən kimi özü avtomatik yanacaq. Gördüyünüz kimi birinci olan Wi-Fi-dir. Wi-Fi-nin üstünə basıb saxlayırıq və avtomatik olaraq bizi Wi-Fi bölməsinə aparır. Burada Wi-Fi axtarır, tapır. Sonra da bizi Wi-Fi-yə qoşur. Yenidən gəlirik həmənki yerə. Bu nömrə olan hissəmizi. Çox güman ki, hal-hazırda Azərbaycanda buna gedən nömrə, yəni o bir funksiya yoxdur hal-hazırda. Olduğu müddətdə inşallah çəkib videonu qoyacağım sizə. Burada növbəti gördüyünüz bu kontrol mərkəzi tez yuxarı qalxır ki, yol gedə-gedə tez bazar, yəni asant yoldur. Sürdüyünüz anda tez yendirdiniz, nə işiniz var gördünüz. Bluetooth'dur. Hamı bildiği kimi Bluetooth'un üstünə basırsınız. Gedir Bluetooth yerinə. Asanlığını deyirəm. İnternetdir. İnternet, yəni şunurlu internet. Bizdə şunurlu internet də yoxdur. Növbəti promptu səsdir, mahnının açığı və yaxud səssizi qoymaq rejimidir. Screendir, yəni ekranı söndürməkdir, ekranı yandırmaqdır. Froglar, yəni məsafəvizi, qabağı, qarşı tərəf işığı yuxarı aşağı eləməkdir. Full tank, yəni bakınızı açmaqdır. Adətən biz bakı açmaq üçün maşın işarəsinə basıb gəlib buradan bakı axtarırıq. Amma ən asanlıqda CS55 təzə aldınız və bilmirsiniz hardadırsa, yəni Kitay dilindədirsə, əgər siz bunun dilini dəyişməmişsinizsə, Kitay dilindədirsə, avtomatik olaraq yuxarıdan belə yendirin, bura basın və bakınızın ağzı açılsın. Bu gördüyünüz mirror, yəni güzgü deməkdir. Sol tərəf və sağ tərəf adlanır. Solun üstünə bastığınızda gördüyünüz solun işarəsi yanır və burada bu knopkalar ilə, qoy sizə belə göstərim, bu knopkalar ilə sola, sağa, yuxarı və aşağı olaraq bu seçili olduğu halda sola, sağa, yuxarı və aşağı olur. Sağı istəsəz sağı seçirsiniz. Sağ tərəfi yenə həmənki qaydada sağ, sol, yuxarı və aşağı istiqamətlərdə istifadə edirsiniz. Çıxanda da heç bir şey olmur. Yəni düzəltdiyiniz qaydada da qalır. Gördüyünüz o şəbəkə axtarır. Şəbəkəmiz yoxdur. Bunlarsa, bu isə bax görün açıqdır gördüyünüz kimi. Həmən knopkaya basıram. Yan güzgülər bağlayır. Həmən təzədən bir də basıram. Yan güzgülərimizi atır. Sentinelə də ehtiyacınız yoxdur. Bu gördüyünüz ekranın parlaqlığını artırır. Gördüyünüz kimi təzədən və parlaqlığı yendirdim, yendi. Parlaqlığı artırdım, artdı. Adətən bunu bu qədər saxlasınız yaxşıdır. Çünki zarit qavızdan gedir. Bu səsdir və bu da bagajın işarəsidir. Bagaj hal-hazırda aşağı göstərir və bağlı olduğunu bildirir. Buna bastığımızda bagajı açır. Bu isə ən əsas məsələmizdən biridir. Çox adam bunu bilmir və çox adama, belə deyim, əsas da xanımlara hamı dani işığı göstərir ki, işıqların gözümə düşür. Bu onun üçündür. Baxın, gördüyünüz kimi 3 xəttədir. Bunu ponlu xətt qoyuram. Belə tam olaraq göstərə bilmək üçün belə sizə göstərəcəm. Bunu həmən göstərdiyim yerdən ponlu eləyəndə gördüyünüz kimi hara qədər qalxdığını baxın. Qoy, yaxınlaşdırım sizin üçün. Bunu ponla aşağı eləyəndə gördünüz nə qədər düşür aşağıya. Bunu təzədən yenidən ponlu yuxarı eləyirəm. Görün nə qədər qalxır. Biraz əlim titrəyə bilər, amma ən azından videoda bilinir nə qədər düşür, nə qədər qalxdığı. Gördüyünüz kimi bu qədər düşür. Ponla aşağı eləyəndə, ponlu yuxarı eləyəndə bu qədər qalxır. Siz bunu ponlu yuxarıda sürməyin heç vaxt. Bunu ponlu yuxarıda sürməyin. Ən pis halda xanımlar üçün məsləhətim 3-dür. Bəylərimiz üçün 2-dir. Çünki 2 olduğu halda 2 bizim üçün, bəylər üçün normal vəziyyətdədir. 3 xanımlar üçün yaxşıdır ki, ən azından qarşısını görə biləcək. Bu günlük əziz dostlar bu qədər. Sadəcə kontrol mərkəzini başa saldım. İnşallah növbəti videolarımızda görmək istəyirsinizsə kanalımıza abunə olun və komment yazın.
soruşmaq, bilmək istədiklərinizi soruşun. Mən də sizinlə birlikdə həm öyrənirəm və həm öyrədirəm. Təşəkkürlər, minnətdaram.